Dərbətdən, Borçalıdan, İrəvandan Təbrizə qədər addım-addım, el-el, mahal-mahal parçalanan məmləkətimizin yaraları qaysaq bağlamır. Zaman-zaman nə qədər yurtlarımız qürbətə döndü. Yaddaşımızda miskili, ağırları qaldı. Bu da minlərlə qürbətdə qalan ellərimizdən biri, Qızıl Şəfəq, keçmiş Cücəkər. Yarası hələ qaysaq bağlamamış dərdlərimizdən, Ermənistan deyilən sərhədin o üzündə qalan ellərimizdən biri. Sahibləri sağolu ola, sahibsiz qalan evlər, həyətlər, ocaqlar. Aleviyeti, hey! Qazın ardında donup qalmışam. Döyür boran məni, döyür qar məni. El, yurt həsrətindən havalanmışam. İsitməz özgə yurd yuvalar məni. Yalın ayağınla hara gedəsi? Hardasan? Hardasan ay ev yiyəsi? Özündən köçməyin axırı nədir? Yiyəsiz ruhların ünü göynədir. Burada gözlərimi qarğalar didir. Aləmi götürüb bayqışın səsi. Hardasan? Hardasan ay ev yiyəsi? Həsrətdən dilimdə bayatım, ağım. Yuxuma gəlir hey aranım, dalım. Ayağım altında torpaq dayağım. Başıma fırlanır bu yer kürəsi. Hardasan, hardasan ay ev yiyəsi? Biz orada təkcə o evləri itirməmişik. İndi orada yaşayan var, yaşayan yox. Məsələ onda deyil. Yəni biz orada elə bir ömrü itirmişik ki, yəni onun o çayında tutulan balıq da tamam ayrı cür tutulurdu. Yəni etnografik o tədqiqat araşdırırlarsa, o dahiyənə şeylər var idi orada. Mən misal üçün deyirəm. Yəni ki, bunun o abidələrini itirmişik orada ki, vaxtı ilə heç bir şey eləyə bilmədik. Əlimizin üstünə qoyduq. Gözlədik ki, indi biz gələn il baxarıq, oradakı o abidələr var, o dağın üstündəki bir abidə var, o suruldu, dağıldı və ondan qalan bir daş var idi ki, üstündə hələ Qafqazda, ümumiyyətlə dünyada tayi olmayan, əvəzi olmayan, oxşarı olmayan əlifba daşın üstündə qaldı. 88-in iliş donduran sərt soyuğu çox ocaqları qarala qoydu. Yüzlərlə ellərimiz kimi Qızıl Şəfəq də yiyəsizlik ucbatından düşmənə sığınacaq oldu. Min bir zəhmətlə tikilən bu evlər sahiblərinin üzünə həsrət qaldı. Qızıl Şəfəq cüd almışdı Şəfəqdən, göz oxşayan mənzərəsi var idi. Həyat bacda səliqəli, ev qəşəng, geniş qapı pəncərəsi var idi. Qış sərt idi, boş baharı olsa da, üşüməzdik boran qarı olsa da, hərdən dərd azarı olsa da, hər dərdinə min çarəsi var idi.
Qızıl şafaq soyuq bulaq ilməzdi, yırğancaqla heç ayrılıq bilməzdi. O tökəkdə bir dolandı, bir gəldi, xeyir şərdi bir süfrəsi var idi. Toy keçərdi, həm maraqlı, həm də şən. Gəlin köşdü, at oynadan, güləşən, cavanları oynardı ürəkdən, qocalarda gənc səbəsi var idi. Qınardılar oynamayan adamı, bərbəri, köçəri tutardı hamı. İynərdi, qalxardı sanki toydamı, ərənlərin ər nərəsi var idi. Tutmuş idik bu dünyanın dəmini, tapmış idik dincəlməyin səmini. Unutmaq üçün dünyanın dərd qəmini, ətlik gölü, oy dərəsi var idi. Böyük təpə tökübdü qaş qabağı, göy təpə, göy bulaq, haley bulağı, saydıqca çoxalır sinəmin dağı, hər birinin cazibəsi var idi. Həsrət qaldıq o yerlərdə olmaqdan, qocalmışam ürəyimə salmaqdan, yorulmazdım oxumaqdan, salmaqda, Məhəmmədin bir cürəsi var idi. Əvvəllərdən Qızıl Şafaq elində çoxlu ziyalılar yetişmişdi. Çar Rusiyası dövründə Qaraqurbanlı tayfasından olan Qurbanov Məhəmməd, Qurbanov Əhməd kimi ziyalılar olubdu. O, Qurbanov Məhəmməd General Şıxlinski ilə, General Mehmandarovla birgə təhsil alıblar. İndi onun oğlu, onun davamçısı demək olar, Afat Qurbanov Respublikanın məşhur dilçisi, alimidir. Kəndimizin ziyalılarından hal-hazırda Respublikamızda Mövlud Süleymanlı kimi, Adil Əliyev kimi, Kamran Əlləzov kimi, Əhməd Oğuz kimi ziyalılarımız vardı. Adil Əliyev çox insani xüsusiyyətə malik olan bir şəxsiyyətdir. O şəxsi vəsaiti hesabına biz sudan korluq çəkirdik, bizə su çəkilişində kömək elədi, bizi su ilə təmin etmək üçün əlindən gələni elədi. Yaxşı olardı ki, digər ziyalılarımız da imkanı daxilində, maddi, mənəvi cəhətdən yeri gələndə bizə dayaq olalar, bizə kömək eləyələr. Eləm vətən yaxşı, çəyməyə çətən yaxşı, gəzməyə qürbət ellər, ölməyə vətən yaxşı. Eləm diyar va diyar, xalların diyar va diyar. Qan fələk qoydu tapastasına bizi, tulladı diyar va diyar. Qanlı fələk bizi gözdən salıbdı, sürgün edib daşdan daşa salıbdı. Gözü yolda ölülərimiz qalıbdı, basmışıq babalar, qan ayaqlarıq, o tutubla yana ayaqlarıq. Dağlar dağımdı mənim, qəm oylağımdı mənim, dindirmə qanaqlaram, yaman çağımdı mənim. Dağlara binə gəlləm, gedərəm genə gəlləm. Bir də vətəni görsəm, dinə imana gəlləm. Bizim bu böyük bu dərd, böyük Azərbaycan xalqının dərdidir. Yəni tək ki mənim doğulduğum kəndlə bitməyib. Çox təəssüflər olsun ki, bu cür itkilərimiz çox oldu. Mən adicə bir şey deyim, bax, qonşu kənd Borçalı, yəni Kürcistana baxır, İrvancaq kəndi, yəni onun da nə demək olduğunu mən düşündüm. Yəni bu daha çox ürgənc, o türk tayfaları adı ilə bağlıdır, bunu da işləyən olmadı. Orada arxeoloji qazıntılar aparıldı. Heç kəs maraqlandırmadı ki, buradan tapılan nədir və gizlənilən nədir, hansı xalqa aid. Çünki oradan elə şeylər çıxdı ki, ancaq eradan əvvəl Saka imperiyasına aid olan arabalar çıxıb. Yeganə kənddir ki, bu Qızıl Şafaq, Düzə kəndi, illiklə kəndi dəyişiblər, Şamaxının Kəşər kəndinə yaşayırlar. Və sizdən ötürü bu kənd nədir, o kənd nədir? Bu Kərkənd kəndi də bir tapıntı kimi deyək də buna. Yəni birini itirdik, birini tapdıq. Bu tapdığımız elə bizimdir, öz doğma yurdumuzdur, doğma Azərbaycandır, doğma qədim Şirvan mahalıdır, gəldik ora, çıxdıq və bu haradasa biraz da bənzəri var o Düzə kəndinə. O, yəni dağı biraz dağına bənzəyir, havası biraz havasına bənzəyir, baxmayaraq Düzə kənd daha hündür idi, hündürlərdə idi, Alp çəmənlikləri əhatəsində idi. Nə zamansa oraya bir
dönüş olacaq hökmən, amma bir şərtlə ki, yəni burada rahatlaşıb, burada enlənib, burada oturuşub, yəni toxalıb, daha doğrusu varlanıb, hər şeyi unutmaq yox. Yəni tarixi unutmaq, unutmamaq şərti ilə, hardan gəldiyimizi unutmamaq şərti ilə, sabahı unutmamaq şərti ilə, bugün burada yaxşı yaşayıram, biraz asant yaşayıram, tutaq ki, öz elimiz, öz yurtumuz, öz devlətimiz, öz xalqımızın içində əlbəttə asant yaşamaq, nəinki tutaq ki orada. Bu ilə o torpaqları unutmaq çox böyük günahdır. Çox böyük günahdır. İndi mən bilmirəm, nə zamansa təzədən başlayacam yazmağa, başlamayacam yazmağa, nəyi əxs eləyəcəm, nəyi anlayacam, nəyi yazacam, onu mən hələ deyə bilmərəm. Yəni mənim işim ondan ibarət olmalıdır. Amma hər adam öz işini bilməlidir ki, biz qayıtmalıyıq, nəsli artırmalıyıq, nəsli böyütməliyik ki, biz qayıdaq o Cüzə kənd dediyim böyük, Cüzə Türk kəndi, İziya müəllimin tədqiqatında belədir. Təkcə Cüzə kəndi yox, ümumiyyətlə Cüzə kəndləri deyək də, orada, qardaşım, orada neçə para, 7 para kənd var idi, heç biri bir-birinə bənzəməyən, o tərəfdə İlməzli, o da məşhur bir Türk tayfasından gələn Ürkməzli, Qazaxda da var, belə. Bu tərəfdə, tutaq ki, Borsalı tərəfə atlayanda, bayaq dedim İrğançaq, Şindilər, Şindili tayfaları, yəni belə çox, hər qarışın özünün tarixi olan, yəni tədqiqata çox böyük ehtiyacı olan yer adlarımız, yurtlarımız əlimizdən gedib. Onu unutmaq olar. Həsrətdən dilimdə bayatım, ağım, yuxuma gəlir hey aranım, bağım, ayağım altında torpaq dayağım, başıma fırlanır bu yer kürəsi. Hardasan, ay ev yiyəsi, atım çöldə qalıb, quzum nələrdir? Quzular ovucuna duza gələrdi, söylə hara yazaq yazılmaz dərdi. Ot tutub yanırıq biz göz görəsi. Hardasan, ay ev yiyəsi. Bizim kənd Qızaşəvək, köhnə Cüzə kəndi, Ermənistan deyilən ərazidən ən son çıxan kəndlərdən biri oldu. Son çıxmamızın da səbəbi oydu ki, bizim bir tərəfimiz Borsalıya sökəkli idi. Bir də deyirdi ki, hadisələr belə getməz. Gec tez bu biraz sakitləşər. Cəmaət özünün yerindən, yurdundan tərpənib qırağa getməz. Amma mümkün olmadı. Nə eləmək olardı? Son vaxtda ermənilər Azərbaycanlıların burada izini itirmək üçün coğrafi adları dəyişməli olurlar. Məsələn, Mitin dağları adını dəyişirlər, Kesutqovlar. Mitin rütubətli deməkdir Mitin. Buzovdal dağlarını adını dəyişib Bazım dağlar qovlar. Orada Kesut dağlarında, yəni köhnə Mitin dağlarında Leyli zirvəsi olub, Dəli dağ olub. O dağlarda Oy dərəsi, o dağlarda qaranlıq. Bunların hamısı 30-cu illərə qədər Ermənistanın öz xəritəsində var idi yazılı. Yavaş-yavaş dəyişdirə gələk, o zaman bizim sahibimiz olmadı ki, bax bunun üzərinə düşürdülər ki, nə üçün siz bu tarixi adları dəyişirsiniz? Elə, bax, bizim qonşuluğumuzda yaxın kənd var idi, böyük Erməni kəndi, Şahnazar idi adı. Hətta lap yaxın vaxtlarda Şahnazarın adını götürülə dəyişdilər, Mesavan qoydular. Ümumiyyətlə,
bu yerlerin adlarını değişmeyle Azerbaycanlıların, Müslümanların izini itirirdilər bu ermənilər. Yəni bizim oradan qovulmamız elə adları dəyişməkdən Bəli, bizim elə oradan qovulmamız o adların dəyişilməyindən başladı. Hər il yay qonaq qaralı Qızıl Şəfəq kəndi indi hüzn, kimsəsizlik içindədir. Evlərin çoxunun qapısı bağlıdır. 8 ildir yiyələrinin ayaq izinə həsrət qalan cığırlar göynüyə-göynüyə göyot bitirib. Bu 8 ildə kənd elə bir qocalıb. Evlər, ocaqlar da həsrətdən qocalarmış. Şimal Buzul Okeanında qulluq edirdim, oradan gəlirdim kəndə istirahət eləməyə. Uralda qulluq edirdim, oradan gəlirdim kəndə istirahət eləməyə. Pribaltikada qulluq edirdim, oradan gəlirdim kəndə istirahət eləməyə. Elə bir ilin yorğunluğunu 3 günə, bir həftəyə o kənddə çıxarıb geri qayıdırdım. İndi bu gün də, bunu mən heç kim etiraz edirəm, bu gün də yuxumuza girir, mənim yuxuma girir. Mən o kəndi nətər görürəm, mən o kəndi görürəm Ayaqyalın o Yekə təpənin başında oynadığımız, Bala təpənin başında oynadığımız. Bu saatda mənim gözümün qabağındadır, gün nətər çıxırdı. Bizim evin qabağından baxanda Erməni təpəsi ilə o bizi Göy təpənin arasından belə çıxırdı gün. Bax, səhər-səhər. O da mənim yadımdadır, gözümün qabağındadır. Başqa cürə bunu duymaq olmaz. Oranın suyu, oranın bulağı, oranın havası, onu unutmaq olar. Bir yerdə ki, mən yenə təkrar eləyim, Ayaqyalın palçığın içində dəyirman tikirdik özümüz üçün, oynuyorduk biridir. O bayaqdan çıxar, ona da mutuna qoyur. Və əlbəttə ki, qayıtmağı hamının arzusudur. Bu kəndi xəyalən yox, belə əsl sözün əsl mənasında özümüzə qaytarmalıyıq. Yəni, mən belə hiss edirəm ki, o kəndsiz nə mən, nə bizdən sonra gələn nəsil yaşaya bilməz. Ən xoşbəxt kənd bizim kənddir ki, heç olmasa 50% bir kəndə düşür. Böyük xoşbəxtlik daha. Sözsüz ürək ağrısı var, sözsüz gəlirsən o kəndə gəlirik, indi qalxırıq Kərkənd kəndinə, Azərbaycan torpağı, doğma torpağımızdır. Qalxırsan həyat baca bizim istiliyi vermir, orada verən istiliyi. Hansı ki, bizdə zabor məsələsi olmurdu, hasar yox idi. Açıq həyat, belə evlər bir-birinin yanında, bu ənənəmiz eli idi. İndi mən çox şeydir düşünürəm, həmişə tərəfdarıyam ki, bu kəndimizin gözəl ənənələr çoxları itib gedir. Toy mərasimi, sən dedin bu söz, toy mərasimi. Biz adəti itirmişik. Deyirəm ki, indi adamın əlacı ola, vaxtı ola, kənd toy eləyəndə, həmin bizim kənddə olan toylar kimi 3 gün, 3 gecə, 2 gün bəy evində, 1 gün qız evində, qara zorna ilə toy eləyirdilər. Gecələr şax gəlməsi, gəlin köçməsi, bu adəti, ənənəni qaytarmaq lazımdır. Bunu yaddan çıxartmaq olmaz. Çünki get-gedə bu itəcək. Kəndin bir yerə köçməsi az çox bu adətlərini yaşadırdı. Yaşadır, indi deyirəm da, baxırıcı toylar bizim kənddə zurna ilə keçirdik. Əla alınırdı, toy. Elə zurna çalanda o kənd gözümün qabağındadır, bizim o keçmiş kənd. O cücə kəndi gözümün qabağına gəlir. Bizim dağın başı, o atların cıdıra çıxması, bizim cavan oğlanların güləşməsi, bu yoxdur axı buralarda. O bizim adətimiz. Onu doğrultmaq lazımdır onları. Ki biz indi burada ola-ola bir əzcə heç olmasa hissiyatımız geri qayıtsın ki, kəndimizin adətini gətirmişik bura. Kərkənd kəndi
bu gün qızıl şəfəqlilərin yurtlarıdır, sığındıqları yurt. Kərkənd, Şamaxı, ümumiyyətlə Azərbaycanın hər güşəsi doğmadır. Ancaq Azərbaycanın bugün Ermənistan damğası ilə qürbətdə dönən torpaqları oranın əzəli övladları üçün daha gözəl, daha doğmadır. Bir yerdə ki, yurt yuvan, isti ocağın, doğma bucağın olar. O yuvalardan balalarını uçurdasan. Bir yerdə ki, əzizlərin qəbri olar. Bir yerdə ki, özün, balaların nəfəsi olar. Ora gözəl, doğma olmazmı? Bir yerdə ki, dağların havası, suyu, gül çiçəyin ətri ətində, sümüyündə bərksin, o dağlar yaddan çıxarmı? Ay ev yiyəsi, hey!